Avropa oyunlarının açılış mərasiminə təqdim olunacaq. Odur ki, diqqətlə hər kəs düşünsün, kreativ düşüncə ilə bizə müraciət edə bilərsiniz. Qaynar xəttimiz də sizin üçün açıqdır. 051-824-9009-a da müraciət edə bilərsiniz. Mənim Instagram səhifəmə də Zaur Atdan Xətt Günay Instagram səhifəmə də siz Faiq zəhmət olmasa onu göstərə bilərsən. Bax, orada öz düşüncələrinizi yaza bilərsiniz. Gəlmək istəyənlər, müraciət eləmək istəyənlər mütləq müraciət eləsinlər və biz də onların burada kreativ düşüncəsini həm göstərəcəyik, həm də eyni zamanda ən yaxşı düşüncəyə malik insana bir bilet təqdim olunacaq bizim tərəfimizdən hədiyyə. Hal-hazırda Faiq itkilərlə bağlı məlumatlarını verəcək və biz iki yerdən Skype bağlantısı eləyəcəyik. Bunlardan biri Sankt-Peterburqdur. Sankt-Peterburqda bir insan bizi artıq neçə gündür ki Skype'ın başında gözləyir. Nə baş verəcək? Kimi görəcəksiniz? Əziz bizim tamaşaçılarımız, studiyada əyləşən insanlar. Bunu birazdan biləcəksiniz. Və birazdan biz bağlanacağıq təbii ki Rusiyaya. Rusiyadan Vüsalın anası ehtimalı ola bilən qadın Skype bağlantısında olacaq. Ana öz övladını hər halda hər kəsdən daha yaxşı tanıyır. Nələr söyləyəcək birazdan biləcəksiniz. Hal-hazırda isə etkilərimizlə bağlı Faiq informasiyaları ötürsün. Əziz tamaşaçılar, itkilərlə bağlı məlumat vermək istəyirəm. Ekranda gördüyünüz Həzi Həzixanlı 1989-cu il təvəllüddüdür. Bakıda anadan olub, subaydır, Nizami rayonunda yaşayır. Bacıları 26 aprel tarixində sübh tezdən Həzini yatağında tapmayıblar. Həzi sklerozdur, ciddi psixoloji problemləri var. Həmin gündən Həzidən heç bir xəbər yoxdur. Əziz tamaşaçılar, ekranda gördüyünüz Həzi ilə bağlı hər hansı bir məlumatınız varsa, qaynar xəttimizə zəng vurun 055-824-9009 nömrəsinə. Zaur bəyin şəxsi Instagram səhifəsi Zaur aşağıdan xət Günay yazarsınız, orada göndərə bilərsiniz. Digər itkimiz isə şəkildə gördüyünüz İlqar Abdulovdur. 1963-cü il təvəllüddüdür, ailəli olub, 23 yaşlı oğlu var. İlqar 1999-cu il fevralın 27-sində Sumqayıtda bağ evinə gedib və naməlum şəraitdə itkin düşüb. İtki ilə bağlı öz aramıza verilişinə itkinin anası Səfirə xanım müraciət edib. Hal-hazırda siz görürsünüz. Digər itkimiz isə əziz tamaşaçılar Cavid Quliyevdir. Bu şəxsdən söhbət gedir. 30 yaşı var. 2012-ci il dekabrın 1-də işləmək məqsədi ilə Cavid Ukraynaya gedib və bir daha geri qayıtmayıb. İtkinin anası Sürmə xanım da studiyamızdadır. Və bir itkimiz də var. Artıq dünəndən etibarən bu ilə bağlı məlumat veririk. Bu itki ilə bağlı məlumat veririk. Vidadi Bilalovdur. 1955-ci il təvəllüddüdür. Ailəlidir. 3 qızı, 7 nəvəsi var. Xocalı şəhər sakinidir. Vidadi Bilalov 1998-ci ildə işləmək məqsədi ilə Moskvaya yollanıb və o gündən bugünə kimi haqqında heç bir məlumat yoxdur. Vidadinin qardaşının həyat yoldaşı Greta xanım da studiyamızdadır. Və bir buyurun Zaur bəy. Nə zamandan getdi qaynınız? 1998-ci ildə Moskva şəhərinə gedibdi. Bəli. Amma öncə neçə il 80-ci illərdə Tümen vilayətində orada çox yaşayıbdı ailəsi ilə bir yerdə. Ailəsi döndü mü Bakıya? Bəli, bəli. Ailəsi Mingəçevir şəhərində yaşayırdı, orada evi vardı. Sonra da getdi 98-də Moskva şəhərinə.
dostdular, sonra da kirvi olmuşdular Ramiz adlı bir oğlanla. O bir ildən sonra qayıtdı, gəldi. Ramiz dedi ki, mən görmədim Vidadini. Vidadi harasa başqa yerə gedibdi. Amma bir dəfə qayını Moskvada görübdü. Nə zaman? Balaca qayını. Haradasa bir il deyildi, getdi, qabaqlaşıb, Həmid adlı qayını var. Onunla qabaqlaşıbdı, salamlaşıblar da heç soruşmayıb sən hardasan, harda yaşayırsan, nədir? Bu necə ola bilər? Qayın neçə illərdir axtara, sonra gələ üzləşə, özü gəlib sonra demişdi. Demişdi ki, mən Vidadini Moskvada gördüm. Bəs heç olmasa nömrə soruşardı, yanına düşüb gedərdi. Heç nə deməyibdi. Qaldığı yeri öyrənərdi. Soruşmayıbdı, qayını soruşmayıb, balaca qayını, Həmid. 17 ildir artıq. Bəli, bəli, 17 ildir. 84 yaşlı qoca anası var. Bir oğlun şəhid veribdi. Heç cür dözə bilmir. Onun göz yaşlarına mən dözə bilməyib. Ona görə mən bura gəlmişəm, müraciət Aydındır. eləmək. İnşallah bir xəbər. Sizdən artıq dərəcədə xahiş edirəm. İnşallah biz hər gün təqdim eləyəcəyik və hansı itki ilə bağlı xəbərimiz olsa həmən dəvət eləyəcəyik və bugün yadınızdadırsa bir məşhur studiyamıza gəlmişdi. Studiyamıza gələn məşhur Azərbaycanın əməkdar artisti idi. Onunla bağlı araşdırma etdik və bizə onun qohumunun getdiyi şəhərdən bir telefon zəngi gəldi. Və biz həmin insanı da studiyamıza dəvət etmək istəyirik. Gəlsin. Gəlin əyləşin Kemal xanım, gəlin burada əyləşin. Gəlin. Buyurun. Xoş gəlmişsiniz. Çox sağ olun, Zar, təşəkkür ederim. Hamını salamlayıram, axşamınız xeyir olsun. İtki elə bir şeydir ki, insanın gözü hər zaman yolda olur. Hər zaman axtarır, hər zaman elementar hətta bir balaca bir əşyan belə itəndə o yoldan keçdikcə hər zaman çönüb baxırsan ki, görün bəlkə burada taparam deyə. Hətta heç itirmədiyin yerdə də gözün axtarır. İtirmədiyin yerdə belə gözün axtarır ki, bəlkə orada olar deyə insan düşünür. Evdə itirmisən, çöldə axtarırsan, çöldə itirmisən, evdə axtarırsan, bu şəhərdə itirmisən, o bir şəhərdə axtarırsan. İnsanın gözü hər zaman, itki deyilən bir şeyi hər zaman axtarır. Və çox qəribə haldır ki, bununla da bağlı, bizim burada göstərdiyimiz insanlarla, şəkillərlə də bağlı çox informasiyalar gəlir. Bir informasiya da daxil olub. Və bu informasiya daxil olduğu üçün biz sizi dəvət etdik. Mən istəyərdim ki, həmin materialları birazdan xatırladasınız bizə ki, əslində necə olmuşdu, necə getmişdi. Hal-hazırda Kəmalə xanımın qohumunun şəkili ekranlarımızdadır. Necə olmuşdu və bunların hamısını xırdaladıqdan sonra biz o telefon zəngini efirə qoşacaq və birbaşa özünüz eşidəcəksiniz onun dediklərini. Zahar, deməli, şəkildə bayaq gördüyümüz xanım 72-ci il təvəllüdlü xanımdır. Alxas və Həmidə Bəşarət qızı. Şəklinin Oxut kəndində anadan olub. 93-cü ildə həmin kənddə öz kəndlisi bir oğlanla Məhərrəm adında, Hümmətov Məhərrəm ona ərə gedib. 93-cü ilin avqust Məhərrəm adında bir oğlana, Hümmətov Məhərrəm. Buna ərə gedib evləniblər avqust ayında. Artıq dekabr ayında isə, həmin ilin dekabr ayında əri ilə bərabər gediblər Ukraynaya. Orada əri işləyirmiş, bu da onun yanına gedib. May ayında artıq onun ailəsinə qızın itkin düşməsi haqqında məlumat verilib. Və bir neçə aydan sonra oğlan özü Çernobil iştirakçısı olduğuna görə səhhəti ilə bağlı 94-cü ilin hardası ortalarında kəndə qayıdıb. Və ondan soruşanda ki, bəs sənin arvadın yanına gəlmişdi. O hanı cavab verib ki, bilmirəm. Nə vaxtsa gələcək.
Və özü də dünyasını dəyişir. Və bir neçə aydan sonra Çernobıl iştirakçısı idi, xəstə idi, özü dünyasını dəyişir. O özü Qızın anası da illərlə qızının dərdindən o da dünyasını dəyişir və bugünə kimi də qardaşlar, bacılar onu axtarırlar. Mən sadəcə bir şey səslənmək istəyirəm. Əgər sən sağsansa, Həmidə, ola bilər ki, sağsan. Ola bilər ki, hardasansa, yəni mən fikirlərimi demək istəmirəm. Heç kimi ittiham eləmək istəmirəm. Getmisən, necə olubsa, necə, yəni istədiyim cümlələri deyə bilmirəm. Çünki hadisənin necə olduğunu bilmirəm. Mən ekspert kimi əyləşəndə Zaur, insanları ittiham eləmək, onlara... Rahatlıqla fikirlərimi çox rahat olurdu, fikrimi söyləyə bilirdim. Amma indi bu insan mənim çox yaxınımdır deyə bilmirəm. Çünki olmaya da bilər, ola da bilər. Əgər sən sağsansa, mümkünsə, mən sənin arxana dayanacam. Nə qardaşın, nə heç kim sənə heç nə deməyəcək. Gəl, qayıt. Onların əri ilə münasibətləri məncə yaxşı deyildi. Çünki onlar çox az bir müddətdə ailəli olublar. Ona görə də, yəni uzun müddət olsaydı, ona zülüm olunsaydı, biz onu lap yaxşı bilərdik. Həm də evlənən yəni, bir müddət... Yəni, ən azı gözünüzün qarşısında olardı bu. Yəni, burada olmayıblar. Bilərdi ki, əri onu özü nəsə eləsin, özü itirsin, ya nəsə eləsin. Mənim sözün düzü fikrim elə fikirləşirəm ki, onu əri harda olduğunu o bilib. Sözdür ki, mən gəlmişəm, o nə vaxtsa gələcək. Aydındır. Yəni, çox təəssüflər olsun ki, onun həyat yoldaşı da dünyasını dəyişir. Amma bu hadisənin, baş verən hadisənin tam olaraq, mən hətta soruşdum o insandan ki, nə dərəcədə bu düzgündür? Dedi ki, 99,99% əminliyim var, dedi, hadisənin necə baş verməsinə. Yəni qızın itkin düşməsindən? Bəli. Bu Xalidədir də bu xanımın adı. Nə idi xanımın adı? Həmidə. Həmidənin də yaxın, qardaşı ilə yaxındır bu adam. Məhərrəmlə də yaxındır. Mən Həmidə Gilin, baxmayaraq ki, Həmidə bizə bacısı gəlin gəlib. Amma onun ərə getdiyi ailəni də, yəni oğlanın ailəsini də yaxşı tanıyıram. Yəni buradan əmin olsunlar ki, səhv məlumat verilməsin. Mən Məhərrəmin anasını, atasını, bacısını, qardaşını, hamısını yaxşı tanıyıram. Əgər bir səhv məlumat verərlərsə, and içirəm ki, qarşılarında məni görəcəklər. Onlardan bizə informasiya gəlməyib. Bizə tam heç kimə aidiyyəti olmayan bir adamdan informasiya gəlib və canlı bağlantıda telefonla eşidəcəksiniz. Böyük məmnuniyyətlə. Birazdan canlı bağlantımız olacaq. Amma hal-hazırda istəyirəm ki, biz uşaqları olmamışdı. Onların uşaqları yox idi. Mənə elə gəlir ki, əvvəl o Çernobıl iştirakçısı idi. Heç ola da bilməzdi. Və çox bir az müddət yaşayıb. Bəs araşdırdınızmı o qızı ona verəndə? Bəli. Bəs niyə yəni razı araşdırılıb oldunuz? deyəndə ki, bilirsiniz Zaur, gəlin belə fikirləşək. Bu 93-cü ildir. İndi heç kəndlərdə çox üzr istəyirəm. Yəni kəndlər mənə baxırlar, inciməsinlər məndən. Mən çox tez-tez gedirəm özdə olduğum kəndə də, rayona da, yoldaşımın da olduğu kəndə də. Görürsən ki, qızı elə adama verirlər ki, baxırsan ki, bunun heç gələcəyi yoxdur. 2 dəfə evlənib, bir arvadın dəfə döyüb boşuyub, o birisini şikəst edib boşuyub, 3-cü dəfə 18 yaşlı qızı götürüb verirlər həmin adama Zaur. Dəhşətə gəlirsən. Valla sən bu qızından bezmisən. Aydındır və çox qəribə bir hadisədə baş veribdir. Bəli. Çox qəribədir. Baxın, burada göstərdiklərimiz və danışdıqlarımız bir sosial mesajdır. Baxın, söhbət ondan getmir ki, o Çernobıl əllidir və yaxud da ki, Qarabağ əllidir və yaxud da Böyük Vətən müharibəsi əllidir və yaxud da hər hansı bir. Amma əgər bir şey doğrudan da bunun gələcək ailə həyatına fəsad verəcəksə və bu ailənin heç bir gələcəyi olmayacaqsa, bugün gəlin etiraf eləyək, bütün ailələr ailə qurduğu zaman yalnız böyük eşq, məhəbbət, uşağımız olsa da olmasa da biz bir yerdə olacağıq deyib ailə qururlarmı? Xeyr, belə deyil. Buna görə də sağlamlıq haqqında arayışlar var, hansı ki, mütləq şəkildə həkimdən keçmək lazımdır. Bax, bu bizim tərəfimizdən bir sosial mesaj olaraq sizə göndərilir ki, övladlarınızı ərə verməzdən, evləndirməzdən qabaq yoxlayın qarşı tərəfi. Qoy, haray bəri başdan deyilən bir məsəl var. Qoy, bu başdan pis olun o insanlar. Nəinki ailə qurduqdan sonra, fəsadlar ortaya çıxdıqdan sonra, problemlər ortadan çıxdıqdan sonra, onda daha ağır olur. Və hal-hazırda Skype-la bağlantı etmək istəyirik. Bu birinci Skype bağlantımız olacaq, hansı ki, sizin qardaşınızın həyat yoldaşı
yəni Vüsalın övladı uğurlanmış ana. Övladı uğurlanmış ana Skype bağlantısında olacaq. Faiq qoşula bilirmi Skype bağlantısına? Və görək, ümumiyyətlə, heç ana ilə aranızda bir bənzərlik varmı? Yəni, istər-istəməz ana, övlad bənzəyə bilərlər də bir-birlərinə də haradasa. Hə? Oğlanla bənzəyirlər. Qardaşlar çox bənzəyir Zaur. Biboğludular. Bunlar biboğludular. Hələ biboğludular. Hətta əgər biboğludularsa çox bənzəyir. Hə, çox bənzəyirlər. Bunlar şəxsili olsa bilmək olar. Vüsal, hansı ayda siz götürülmüşdünüz uşaq evindən? Hansı ayda gəldi, götürdü vilayət müəllim sizi o uşaq evindən? Vilayət bəydən soruşun, nömrələri var bizdə, tərənə zəhmət olmasa. Yazılış, doğuş may ayına yazılıbdır. Doğuluş may ayına yazılıbdır. Faiq, alınır mı bağlantımız? O şəkildəki hataydı. Bir daha diqqətlə baxacaq ki, görə ümumiyyətlə bir bənzərlik. Verin efirə bağlantını. Görüntünü verin efirə. Faiq, siz oradan danışın, biz görüntünü götürək oradan. Və bütün tamaşaçılar da baxsın hal-hazırda. Söhbət övladı 2 yaşında itirilmiş, anadan, itmiş daha doğrusu, uğurlanmış anadan gedir. Bəli. Dürdanə xanım xəttədir. Görüntünü verin bura. Salam Dürdanə xanım. Salam Zahir bəy. Necəsiz? Nə var, nə yox? Çox sağ olun qurbanım. Həmişə yaxşı olasınız. Dürdanə xanım, neçə gündür ki, sizin ailənizlə biz WhatsAppda yazışırıq. Və sizlə ehtimallarınız böyükdür. Sizin övladınızı, yəni sizdən anadan yaxşı tanıya bilən olmaz. Yəni bir ana olaraq Vüsalın hansı deyək ki, cəhətləri, hansı tərəfləri sizi çəkdi ki, o sizin övladınız ola bilər? Lakin Vilayət bəyin sözdə Bağlantını daha yaxşı qura bilsək daha yaxşı olar. Gəl yanıma sən. Gəl sənlə bərabər gedək otağa, rejissor otağına. Keç. Gəlirmi? Eşidirsiniz Dürdanə xanım? Eşidirsiniz məni? Əyləş. Səs gəlmir amma. Alo, eşidirsiniz Dürdanə xanım? Siz biraz yaxın dayana bilərsiniz Skype-ın. Bəli. Aha. Bax, hal-hazırda yanımda Vüsal əyləşib onu görürsünüz. Görürəm. Sizin uşağınız necə oldu ki, itdi? Bax, onu mənə deyə bilərsinizmi? Bizim uşaq, Zahir bəy, Qafıdan qız uşağına yaxın oldu. Yaşı uşaqlarla düz qaldı. Onu çağırıb maşını götürüb. Sonra uşaqlar dedilər. Və dedikdir ki, uşaq öz başına hatta getməyir. Uşağı əl götürdü. Bağlantını bir daha. Günə fərqli və maraqlı xəbərlərlə başlamaq istəyirsinizsə, buyurun. Sürücü məsuliyyətsizliyi əlini sükandan çəkib rəqs etməyə başladı. Parkda dəhşətli hadisə, ağac uşaqların həyatını təhlükə altına atdı. Bir neçə gün ərzində bütün dünyanın diqqətini öz